Dövlətin verdiyi icazə sənədi necə alver predmetinə çevrilib? Logistika sektorunda şok iddialar. Azərbaycanda logistika sektorunda fəaliyyət göstərən bəzi şirkətlərlə bağlı sensasional iddialar gündəmə gəlib. İddiaların mərkəzində isə özünü uğurlu sahibkar kimi təqdim edən Gülşən Məmmədlinin adı hallanır. Bildirilir ki, Gülşən Məmmədli GCM Express MMC və Mer Global Transport MMC-nin təsisçisi və rəhbəri kimi fəaliyyət göstərir. Lakin redaksiyamıza daxil olan məlumatlarda həmin şirkətlər ətrafında ciddi qanun pozuntularının baş verdiyi iddia olunur. Mənbənin sözlərinə görə, dövlət tərəfindən müəyyən fəaliyyət üçün verilən icazə sənədlərinin kommersiya predmetinə çevrildiyi, bəzi proseslərin isə qanunvericiliyin tələblərinə zidd şəkildə həyata keçirildiyi bildirilir. İddialar arasında xüsusilə diqqət çəkən məqamı isə icazələrin satılması, müxtəlif şəxslərin həmin sənədlər vasitəsilə fəaliyyətə cəlb olunması və proseslərin qeyri-rəsmi yollarla idarə edilməsi barədə deyilənlərdir. Mənbə iddia edir ki, məsələ aidiyyatı qurumlar tərəfindən araşdırılarsa, logistika sektorunda uzun müddətdir gizli qalan bir çox məqamlar üzə çıxa bilər. İddiaların nə dərəcədə doğru olduğu isə aparılacaq araşdırmalardan sonra məlum olacaq. Qeyd edək ki, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.